Məhəmməd Peyğəmbərin bir qusulla 9 qadını ilə yatması barəsində şiə mənbələrində olan hədislər. Şeyx Ət-Tusi bu rəvayəti bir yürünmə, qusul ilə kifayətlənməyin caizliyinə dəlil kimi nəql etmişdir. O dedi, rəvayət olunmuşdur ki, Peyğəmbər bütün zövcələrinin yanına gedib, sonra bir dəfə qusul etmişdir və o vaxt onların sayı 9 idi. Əl-Məbsut, 4-cü cild, səhifə 243. O, bunu həmçinin mühəqqiq Hilli də Əl-Mutəbərdə 1-ci cild 193-cü səhifədə və Müntəhə Əl-Mutlaq əsərində 1-ci cild 89-cu 93-cü səhifədə, 2-ci cild 234 və 257-ci səhifədə nəql etmişdir. Eyni zamanda Hilli Təzkiratul Fuqaha əsərində də 1, 25, 2, 575-də bu rəvayəti gətirmişdir. Hətta Hilli demişdir ki, kişinin qadınlarının və cariyələrinin yanına bir qusul ilə girməsi mütləq şəkildə caizdir. Təzkiratul Fuqaha 2, 577 və yenə demişdir. Qusul etmədən dəfələrlə cinsi əlaqəyə girməyin eybi yoxdur. Çünki Peyğəmbər öz zövcələrinin yanına bir qusulu ilə girərdi. Təzkiratul Fuqaha 1, 243, Bax, Nihayətül Əhkam 1, 14, Hilli, Camiül Məqasid 12, 24, Kərki, Məsalikul Əfham 7, 35, Şəhid Əs-Sani. Peyğəmbər sünnəti ilə yaşayanlar, bəs siz neçə qadınınızla yatırsınız bir qusulla? Bu kimi hədisləri bilmək istəyirsənsə, kanala abunə olub, bəyənib paylaşmağı unutma.